Salam şagirdlər. Deməli biz axırıncı dəfə 3-cü sınaq imtahanımızı, yəni ümumi sınaq imtahanı nömrə 3-ü yerinə yetirdik. Buradan bir neçə tapşırığın izahını verəcəyəm. Bu çəkilişimizdə yalnız sonuncu 3 sualın, yəni 28, 29 və 30-cu sualların izahlarını verəcəyəm. Növbəti çəkilişdə də oradan seçilmiş bir neçə sualın həllini sizə təqdim eləyəcəyəm. Və başlamaq istəyirəm. Deməli, burada biz ilk 28-ci sualı görürük. 28-ci sualda nə yazılıb? 28-ci suala yazılıb ki, verilmiş ədəddən kiçik olan və verilmiş ədədlə qarşılıqlı sadə olan ədədlərin sayını tapan dövri alqoritmin blok sxemini qurun. Deməli, uşaqlar, biz bilirik ki, qarşılıqlı sadə ədəd riyaziyyatdan ona deyilir ki, 2 ədəd qarşılıqlı sadədirsə, onların əbobu 1-dir. Həmin ədədlərin əbobu 1-dir. İndi mən sınaq imtahanını yoxlayanda təəssüf ki, baxıram, görürəm ki, bəzi şagirdlər qarşılıqlı sadə ədədlə sadə ədədi qarışdırır. Deməli, elə bilir ki, qarşılıqlı sadə ədəd yalnız 2 böləni olan ədədlərdir. Xeyr, uşaqlar, bu belə deyil. Sadə ədəd biz demişik ki, yalnız 2 böləni olan ədədlərdir. Bunu dəfələrlə alqoritmini də sizə təqdim etmişik. Bunun ancaq 2 böləni var. 1 və özüdür. Amma qarşılıqlı sadə ədədlər olmaya da bilər. Məsələn, 16 və 25 ədədləri qarşılıqlı sadə ədədlərdir. Niyə görə bunlar qarşılıqlı sadə ədədlərdir? Çünki onların əbobu, yəni ortaq böləni yalnız nədir? 1-dir. Yəni, bir dənə ortaq böləni var. Amma əbob deyəndə ən böyük ortaq böləni. Elə bunların bir dənə ortaq böləni varsa, elə deməli ən böyük ortaq böləni də həmin ədəddir də. Ona görə deyirlər ki, qarşılıqlı sadə ədədlər o ədədlərə deyilir ki, o ədədlərin əbobu 1-ə bərabərdir. Məsələn, biz tez-tez riyaziyyat dərsində öyrənirik ki, 2 ardıcıl ədəd həmişə qarşılıqlı sadədir. Məsələn, 4 və 5 ədədi nədir? Qarşılıqlı sadədir. 6 və 7 qarşılıqlı sadədir. 8, 9 qarşılıqlı sadədir. İndi elə bu əbob prinsipindən istifadə edərək mən 28-ci sualı qurmaq istəyirəm. Biz əbob üçün Evklid alqoritmi öyrənmişdik. Evklid alqoritminə görə biz 2 dənə ədəd verilibsə, A və B ədədləri girişə verilibsə, onu yada salaq, görək Evklid alqoritmi ilə necə qururduq. Bax, bu 2 ədədi qəbul edirdik. Qəbul etdikdən sonra belə bir şərt qoyurduq. Deyirdik ki, nə qədər ki, A ədədi B ədədinə bərabər deyilsə, aşağıdakı prinsipi addımı davam elətdirmək lazımdır. Yəni, bu dövri alqoritmdir. Əgər A B-dən böyükdürsə, hə, o zaman nə edirdik? A-nı əvəz eləyirdik A və B-nin fərqi ilə. Yəni, bu niyə belə olur? Bunu da mən burada göstərməyəcəm. Çünki mən sizə dəfələrlə bunu göstərmişəm, niyə belə olur. Yox, əks halda onda B-ni əvəz edirdik bu ədədlərin fərqi ilə. Və bütün bu prosesi o vaxta kimi davam elətdirirdik ki, ta ki, bax, gəlib burada yekunda A və B bir-birinə bərabər olsun. A və B bir-birinə bərabər olduqdan sonra ya A-nı, ya B-ni nəyə verirdik? Çıxışa verirdik və beləliklə alqoritm sonlanırdı. Mən də bax, bu prinsipdən istifadə edərək məsələni yazacağım. İndi gəlin bunu götürək, sağ tərəfdə yerləşdirək, bu hissədə dayansın. Bu bizə lazım olacaq. Ona başladıq. Verilmiş ədədi alırıq, başlanğıc elə yazaq. Ədədi qəbul etdik, yəni həmin ədədi bir n kimi götürürəm. N ədədindən kiçik və n ədədi ilə qarşılıqlı sadə olanın ədədlərin riyaziyyatda düsturu da var. Həmin ədədlər sadə vurğulara ayrılır. Sonra əsasların nəyi çıxır? Tərs qiymətləri çıxılır, bir-birinə vurulur. Bunu mən çıxarılışında vermişəm, YouTube-da baxmaq olar. Amma məsələ o deyil. Yəni, riyazi nöqteyi nəzərdən biz baxmırıq. Onda burada nə edirik? N ədədini yazırıq. N ədədini yazdıq. Bir dənə cəm qoyuruq. Yəni, sayı tapmaq üçün S bərabərdir 0. Bir də mən burada bir K dəyişəni qoyuram. N ədədim buna mənimsədirəm. Az sonra biz görəcəyik ki, niyə mən bu ehtiyatımı gördüm. Sonra təbii ki, bu sayğaclı dövrdür. Onda dövr dəyişəni olaraq birdən n-ə qədər qiymətləri alıram və
Çünki burada yaxşı olar n-1 yazıram. Çünki ədəddən kiçik burada kiçik sözü deyilir və həmin ədədlə qarşılığı sadə olan ədədlərin sayını istəyir. Mən də ona görə də burada nə yazıram? n-1 yazacağam. Və başlayıram. İlk dəfə n ədədi ilə i ədədinin nəyini tapıram? Bax bu sağ tərəfdə bu göstərdiyim Evclid alqoritmin n və i ədədi üçün yerinə yetirirəm. Deyirəm ki, nə qədər ki n i-yə bərabər deyilsə, yəni n-yə bərabərdir, yox. O zaman nə et? N-lə n-i müqayisə et. N-lə i-ni. N əgər böyükdürsə i-dən, onda hə. N-in əvəzinə yaz, n bərabərdir n-i. Əks halda, yəni yox. Onda i-nin əvəzinə yaz, i bərabərdir i-n. Prosesi o vaxta qədər davam etdir ki, ta ki n gəlib i-yə bərabər olsun. N i-yə bərabər olandan sonra və nə et? Prosesi yekunlaşdır. Yəni artıq bu ədədlərin əbobu tapıldı. Bu ədədlərin də əbobu tapılandan sonra bunu da biraz kiçildək. Ədədlərin əbobu tapılandan sonra indi biz burada nə etməliyik? Biz burada yoxlama işi aparmalıyıq ki, görəsən bu ədədlərin əbobu 1-ə bərabərdirmi? Yəni əgər ya burada n qalır ya da i-də. Baxın, dedim ki, bax bu hissədə mən dedim a və b nə olur? Bərabərləşir. İstənilən biri əbobdur. Onda mən də deyirəm ki, əgər n 1-ə bərabərdirsə, onda hə. n 1-ə bərabərdirsə, hə. Deməli, bu bizə lazım olan qarşılıqlı sadə ədəddir. S bərabərdir. S üstəgəlsin 1. Saydım bunu. Yox, n 1-ə bərabər deyilsə, burada da yox yazaq. Yox, n 1-ə bərabər deyilsə, onda qayıtmalıyam nəyə? İkinci, yəni buradan ikinci ədədi götürməliyəm. i artıq gedib olmalıdır. 2-ni götürüb təzədən buradan n-dən əbobunu hesablamalıyam. Amma diqqət etsəz, burada n-in qiyməti, başlanğıc qiyməti n burada nə idisə, bax burada. O burada əbob hesablanarkən hesablanıb n-in qiyməti dəyişir. Amma mən həmişə n-lə nə etməliyəm? Müqayisə etməliyəm. Ona görə də dərhal, bax budur, bu hissədə yadda saxladığım n-in qiymətini bərpa eləyirəm. Yəni, əbob bitdi, i-nin buradakı bir qiyməti ilə n, sonra 2 ilə n hesablanacaq. Hər dəfə n-i bərpa edirəm. Bunu buradan çıxış verəndən sonra deyirəm ki, n-i təzədən k-yə, yəni əvvəlki qiymətinə qaytar. İndi keç növbəti qiymətindən əbobun hesabla. Və buradan gəlirəm. Artıq bu dəfə hansı hissəyə gedirəm? Bu dəfə dövrə qayıdıram ki, növbəti ədədlə i-nin hesablayım. Və bu proses o vaxta kimi davam edir ki, ta ki n-ə qədər bütün ədədlərə biz baxmış oluruq. Və yekunda da s-i çap edirik. Və bu da son. Bunun başqa üsulla da yazmaq olardı. Yəni, kiçik ədədləri götürüb, hər dəfə kiçik ədədə qədər ortaq böləni tapardım. Əgər ortaq bölən tapıldısa, deməli qarşılıqlı sadə deyil və bu proseslə davam edərdik. Amma mən bunu belə göstərmiş oldum. Sonra keçib baxacağıq 29-cu suala. 29-cu sualda nə deyilib? 29-cu sualda yazılıb ki, natural ədədlər x, y, z başlıqlı 3 sütunla aşağıdakı cədvəldə göstərilibdir. Şərt də belədir ki, klaviaturadan daxil edilmiş natural n ədədinin 150 parçasında hansı sütunda olduğunu müəyyən edən proqramı yaz. Məsələn, nümunədə görürük 5-dirsə, 5 hansı sütundadır? 5 birinci sütundadır. Üzr istəyirəm, ikinci sütundadır. Yəni, çıxışa y verilməlidir. 12-dirsə, 12 birinci sütundadır. Bu tip məsələləri həll edəndə bura diqqət eləsək, görərik burada ilanvari bir struktur var. Baxın, 1, 2, 3... Sonra 4, 5, 6, 7, 8, 9, 10, 10 görürsünüz. 15, bax bu proses ta ki belə bu istiqamətdə gedir və dönür. Və diqqət edəsək burada, baxaq,
1 ilə 6-nın arasında nə qədər farq? Əksər məsələlərdə, bu tip məsələlərdə bu dediyim keçərli olur. 1 ilə 6-nın arasında nə qədər məsafə var? 5 vahid. 6 ilə 7-nin arasında nə qədər məsafə var? 1 vahid. Ümumilikdə nə qədər elədim? Elədi 6. Yenə proses təkrarlanır. 7 ilə 12-nin arasında nə qədər vahid məsafə var? 5 vahid. 12 ilə 13-ün arasında nə qədər? 1 vahid. Yenə də bu ikisini etdi? 6 etdi. Həmçinin ikinci sütuna, Y sütununa baxırıq. 2 ilə 5-in arasında neçə vahid məsafə var? 3 vahid. 5 ilə 8-in arasında nə qədər var? 3 vahid. Yenə toplayanda bunları 6 etdi. 8 ilə 11-in arasında nə qədər vahid var? 3 vahid. 11 ilə 14, 3 vahid. Yenə toplayanda 6. Həmçinin bax, Z sütununda da 3 ilə 4-ün arasında 1 vahid, 4 ilə 9-un arasında 5 vahid. Bunları toplayanda nə qədər edir? 6. Və bunu bu ədədlər üçün də demək olar. Deməli, burada 6 onda önəmli bir nədir? Rəqəmdir. Bunu belə şərt qoyuruq. Deyirik ki, ədədi qəbul etdik. Yəni, klaviaturadan ədəd daxil edildi. Burada da 150 parçasından daxil edilməlidir. Ədədi qəbul etdik. Yazırıq. M bərabərdir. Onu da elə N götürürəm. Int, input. Götürdükdən sonra yoxluyuram. Deyirəm ki, əgər ədədi, yəni N ədədin 6-ya böləndə qalıq nə verirsə, 1 verirsə, bax, birinci sütuna diqqət edək, 1 verirsə və ya 0 verirsə, həqiqətən də 1 verə bilər, bu sütunda, X sütunu, ya da ki, 0 verə bilər. Deməli, 6-ya böləndə qalıq 1-ə bərabərdirsə və ya N-i 6-ya böləndə 0-a bərabərdirsə, o zaman çap eləməlidir nəyi? Print X-i çap eləməlidir, yəni X-dandır. Əks halda əgər N-i 6-ya böləndə ikinci sütuna baxırıq, qalıq 2 verərsə və ya 5 verərsə, N-i 6-ya böləndə qalıq 5 verərsə, o zaman çap eləməlidir nəyi? Print Y-i. Əks halda elif N-i 6-ya böləndə qalıq 3 verərsə və ya N-i 6-ya böləndə qalıq 4 verərsə, o zaman print Z, yəni Z-i çap etsin. Bu da bu məsələnin strukturu oldu. Keçək nəhayət 30-cu suala. 30-cu sualda deyir ki, 2 rəqəmli ədədlər arasında nə 2-yə, nə 3-ə, nə də 5-ə bölünməyən ədədlərin sayını və cəmini tapan proqramı yazın. Bu məsələlər də riyaziyyatda müxtəlif üsullarla çoxluqlar, vaxt çoxluqlar dilində həll etmək olur. Amma biz burada proqram qurarkən çox sadə şəkildə bunu edə bilərik. Yəni, ədəd eyni zamanda nə 2-yə bölünsün, nə 3-ə bölünsün, nə də 5-ə bölünsün. Onda 2 rəqəmli ədədlər arasından bu seçiləcək. Birinci 2 rəqəmli ədədləri generasiya etməliyəm. Amma generasiya etməmişdən də qabaq həmin ədədlərin sayın və cəmin tapmaq üçün mən bir dəyişən burada qoymalıyam. 2 dənə dəyişən. Sayın tapmaq üçün bu da ki, nədir? Bax, bu cəmin tapmaq üçün olsun. K da bərabərdir, sayın tapmaq olsun. Ondan sonra 2 rəqəmli ədədləri generasiya edirəm. For, in, range. Ondan başladı, 100-də bitdi. Və deyirəm, əgər i ədədi 2-yə bölünəndə qalıq 0-dan fərqli eləyərsə, fərqlidirsə 0 və eyni zamanda, yəni bunu ədlə birləşdirib də getmək olardı, amma mən iç-içə budaqlanmayını yazıram. Əgər i ədədin 3-ə də böləndə qalıq 0-dan fərqli edərsə, 3-ə də böləndə qalıq fərqlidir 0 edərsə və eyni zamanda i ədədim 5-ə də böləndə qalıq 0-dan fərqli edərsə, o zaman nə etsin? O zaman S bərabərdir, S üstə gəlsin i, K da bərabərdir, K üstə gəlsin 1. Yəni, K sayın tapır, S də cəmi. Və yekun bütün bu prosesdən sonra, dövrdən çıxandan sonra print S və K.
Bax, bu da oldu bizim nəyimiz? 30-cu məsələmizin həlli.